Tovuzda çay evində hadisə baş verib. Çay evinin daimi müştərisi 37 yaşlı Tovuz şəhər sakini Emin Nağıyevlə tanışı qadın arasında narazılıq yaranıb. Mübahisənin miqyası böyüyəndə qadın söhbəti qanlı sonluqla yekunlaşdıraraq pivə bakalı ilə Eminin baş nahiyəsinə zərbə endirib. Dostum Kənan Məmmətov pivə içib qəlyan çəkirdik. Sadəcə tanış xanım var idi Şəmkirdən. Ona sözüm çək gəldi içib. Qəflədən bakaldan vurdu, xəbərim olmadı. Dərhal xəstəxanaya yerləşdirilən zərər çəkənə cərrahi müdaxilə edilib. 15-5-ci ay 2025-ci il tarixdə saat 19:10 radələrində 1988-ci il təvəllüdlü bir nəfər kişi cinsli Tovuz rayon mərkəzi xəstəxananın təcili yardım şöbəsinə hospitalizasiya olunub. Təpə nahiyəsinin çapılmış yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmət göstərilib və ilk cərrahi müdaxilə edilib, sonra cərrahiyyə şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir. Heç bir həyat təhlükəsi yoxdur. Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, Fərid Yusifov, APA TV, Tovuz.